Salam kanal izləyicilərim, bugün sizlərlə gördüyünüz bu biləkliyi hazırlayacağıq. Bu biləkliyi əsasən əskərlərimiz hazırlayırlar. Bu təmiz fərqli bir formada toxunmuş biləklikdir. İndi isə toxunuşa keçə bilərik. Bizə belə qalın sap lazımdır. 2 metr uzunluğunda. Bu 2 metr uzunluqda olan sapın 52 santimini biz biləyimiz üçün ayırırıq, kəsirik. Onun 13 santimini bu biləkliyin orta hissəsini birləşdirmək üçün edəcəyik. Qalan hissəsi ilə də biləkliyin toxunuşunu edəcəyik. Bu hissəsi isə 7 santim olacaq və biləyimizdən sallanacaq. Biz bunun vasitəsilə biləyimizə uyğun ölçüyə gətirəcəyik biləkliyi. Həm açacağıq, həm bağlayacağıq. Hələ ki mən bu hissəsini əvvəlcədən bərkitmişəm. Sonda bu hissəsini də bərkitib sizə göstərəcəm. Hələ ki biz bu uc hissəsini bir yerə bərkidirik. Daha sonra buradan 7 santim ayırırıq, təqribi 7 santimdən sonra başlayırıq biz toxunuşu etməyə. 2 metrdən kəsdiyim saplardan əlavə qalan sapı ortadan götürürəm və bu 7 santim qalan sapın arxasından gətirirəm. Daha sonra sol tərəfdə olan hissəni qatlayıb üstə gətirirəm. Daha sonra sağ tərəfdə olan hissəni həmən qatladığım hissənin üstündən gətirirəm. Üstündən gətirirəm və arxasından keçirirəm və burada olan boşluğun içərisindən çıxardıram. Bunu biraz sıxıram. Və davam edirəm. Sol tərəfdə olan sapı qatlayıram. Sağ tərəfdə olan sapı onun üstündən gətirərək altdan çıxardıram. Və burada olan boşluğun içərisindən keçirirəm. Və dartıram sapları. Yenə də eyni qayda ilə sol tərəfdə olan sapı qatlayıram. Sağ tərəfdə olan sapı onun üstündən gətirərək arxasından çıxarıram. Və bu boşluqdan keçirirəm. Daha sonra sapları dartırım. Eyni qayda ilə davam edirəm. Sol tərəfdəki sapı qatlayıram. Sağ tərəfdəki sapı onun üstündən gətirib arxasından çıxardıram və bu boşluqdan arxadan keçirirəm. Bu qayda ilə biləyimizə uyğun olacaq ölçüdə toxuyuruq. Hal-hazırda bu biləkliyi mən 15-16 santimetr toxuyub qaydıram. Sonuncunu da etdim. İndi isə çıxardıram biləkliyi bərkitdiyim yerdən. Toxunuşu belə görsənir.
Bu qalan sapı da buradan kəsirəm. Alışqan vasitəsilə yandırıram. Digər tərəfin də ucunu bu tərəfdə olduğu kimi edəcəm. Buradan 4-5 sm saxlayıram və qalan sapı onun üzərinə qatlayıram. Bu qaydada qatlayıram və qalan hissədəki sapı onun ətrafında fırlayıram. 1, 2 və 3. 3 dəfə fırladım və buradan, bu boşluqdan bu sapı keçirirəm. Dartıram. Daha sonra hər iki tərəfdən sapı dartıram. Qalan yeri də kəsirəm. Və yandırıram. İndi isə arasının birləşən hissəsini edəcəm. Bunun üçün ucları yan-yana gətirirəm. Əvvəl kəsdiyim sapı onun üzərinə gətirirəm və kurçokdan istifadə edəcəm. Siz başqa yolla da edə bilərsiniz. Mənə belə rahat gəlir. Kurçoku sapın üzərinə qoyuram. Bu qalan hissəsini isə onun ətrafında fırlayıram. Üç dəfə fırladım. Bu qalan hissəni isə kurçokun altından keçirirəm və dartıram. Dartıb digər tərəfdən sapı çıxardıram. Çıxartdığım sapı və digər tərəfdə qalmış sapı dartıram. İstədiyim sərtlik alınana qədər sapları dartıram. Daha sonra qalan tərəfləri də kəsirəm və yandırıram. Mən biraz artıq kəsirəm bu hissələri. Ortada birləşdirəcəm ona görə. Artıq biləklik hazırdır. Belə açılır, bağlanır.